Hər vaxtınız xeyirli olsun əziz tələbələr. Bu videoda sizinlə home tabını öyrənirik. Bir tabı öyrənmədən öncə onun qruplarını tanımaq lazımdır. Daha sonra da istəyimli şəkildə qruplarda olan əmrləri ayrı-ayrıqda öyrənmək lazımdır. Home tabının lent qrupları clipboard, font, paragraf, styles, editing, bir də add-ins qruplarıdır. Bir-bir bu qrupları öyrənək. Uşaqlar, sizin ilk belə deyim taktikanız nədir? Baxın, qrupların adına fikir verərək orada artıq hansı əmrlərin ola biləcəyini müəyyən etmək olar. Birinci lent qrupumuzun adı clipboarddur. Clipboarddan bağlı biz nələr bilirik? Clipboard yəni mübadilə buferi deməkdir. Mübadilə buferi əməli yaddaşda yaradılan bir sahədir. Deməli, mübadilə buferi bizim kopyaladığımız, qət etdiyimiz məlumatları, obyektləri müvəqqəti saxlayan bir sahədir. Yəni, mübadilə buferi deməli, kat, copy kimi əmrləri özündə saxlayan bir lent qrupu olacaq. İndi gəlin bu lent qrupunun əmrləri ilə tanış olaq. Burada 2 dənə əmr görəcəksiniz ilk öncə, kat və copy əmri. Kat və copy əmrinin təyinatı nədir? Hal-hazırda görürsünüz ki, bu çəkilən şəklə əsasən kat və copy əmri pasiv olub. İlk öncə öyrənək ki, kat və copy niyə passivdir? Kat copy'nin pasiv olmasının səbəbi hər hansı bir obyektin seçilməməsidir. Çünki kat copy seçilmiş obyekt üzərində əməliyyat aparan əmrlər olduğundan biz öncə obyektləri seçirik və daha sonra kat və copy əmri aktivləşir. İndi gəlin copy əmrinin təyinatına baxaq. Uşaqlar, copy əmri obyektin sürətini köçürmək üçün istifadə edilən bir əmrdir. Yəni, obyektin sürətini köçürür. Obyektin sürətini köçürmək nə deməkdir? Yəni, seçilmiş obyektin kopyasını, yəni sürətini mübadilə buferinə köçürür. Və bu zaman obyekt öz əvvəlki yerində qalır. Və copy əmrini klaviaturadan icra edə bilmək üçün isə Ctrl+C kombinasiyasına müraciət etmək lazımdır. İndi mübadilə buferinə obyekt köçürüldü. Bəs bunu necə yapışdırmaq olar? Bunun üçün isə bizə paste əmri kömək olur. Paste yapışdırmaq üçün istifadə edilən bir əmrdir və bu şəkildə bizim kopyaladığımız obyekt mübadilə buferindən, deməli, kursorun dayandığı yerə əlavə edilmiş oldu. Yəni, yapışdırılmış oldu. Deməli, biz burada hal-hazırda hansı əmri öyrənmiş olduq? Paste əmrini öyrənmiş olduq. Paste əmri nə üçündür? Mübadilə buferindəki obyekti yapışdırmaq üçün istifadə edilən bir əmrdir. Və bunun da klaviaturadan qısa yolu Ctrl+V olacaq uşaqlar. Deməli, copy və paste əmrini öyrəndik. Bəs cut əmrinin təyinatı nədir? Cut əmri isə obyekti olduğu yerdən kəsir götürür və yerini mübadilə buferinə dəyişir. Həqiqətən də bu obyekti mətn fraqmentini seçirəm və cut əmrini icra edirəm. Nə baş verdi? Mətn fraqmenti olduğu yerdən silinərək yerini mübadilə buferinə dəyişdi. Və mən Ctrl+V, yəni paste əmrini icra eləyəndə həmin obyekt kursorun dayandığı yerə əlavə edilmiş olur. Deməli, biz hansı əmri öyrəndik? Cut əmrini öyrəndik. Cut neyniyir? Obyektin yerini dəyişir. Deməli, bu əmr yer dəyişmə əmridir. Və bu əmr obyektin yerini dəyişdiyi üçün obyekt öz əvvəlki yerindən silinmiş olur. Copy'də sadəcə sürət köçürülür. Buna görə obyekt öz əvvəlki yerində qalır. Cut'da yer dəyişmə əməliyyatı icra edildiyindən obyekt öz əvvəlki yerindən silinir. Və cut'ın klaviaturadan qısa yolu isə Ctrl X-dir. Bunu da necə yadda saxlaya bilərsən? Baxın, cut-ın işarəsinə fikir versəniz, qayçı işarəsi də bu nəyə oxşuyur? X-ə oxşuyur. Oradan yadda saxlaya bilərsiniz ki, Ctrl+X qısa yolu ilə cut əmri icra edilir. Yaxşı, bu mübadilə buferinə biz ümumiyyətlə baxa bilirikmi? Bəli, baxa bilirik. Bunun üçün clipboard lent qrupunun sağ tərəfində belə bir əmr görəcəksən. Baxın, belə bir əmr görəcəksiniz. Bu əmrə müraciət eləyəndə nə baş verir? Deməli, mübadilə buferi açılır. Və mənim kopyaladığım və yaxud da kat etdiyim obyektlər hara köçürülmüş olur? Mübadilə buferinə köçürülmüş olur. Deməli, copy ilə sürəti köçürülür, kat əmri ilə isə obyektin yeri mübadilə buferinə dəyişir. Mübadilə buferinlə bağlı qeydimiz nədir? Mübadilə buferində maksimum 24 obyekt ola bilər. Maksimum 24 obyekt ola bilər. Sonra mübadilə buferindəki obyektləri tək-tək və ya hamısını eyni anda sənədə əlavə edə bilirik. Bu nə deməkdir uşaqlar? Yəni,
Biz hər hansı bir obyektin üzərinə klik edərək, mübadilə büferindəki obyektin üzərinə klik edərək onları bir-bir sənədə yapışdıra bilirik. Və yaxud da biz burada paste all deyərək bütün mübadilə büferindəki obyektləri sənədə yapışdıra bilirik. Deməli, bu əmrlərin mahiyyəti budur. Yəni, ya tək-tək, ya da eyni anda sənədə yapışdırmaq olur. Yəni, burada demək istədiyim odur ki, bir neçəsini seçib də sənədə yapışdırmaq mümkün deyil. Həmçinin siləndə də ya gəlib tək-tək silə bilərsən, ya da clear all deyərək mübadilə büferindəki bütün obyektləri silə bilərsən. Daha sonra keçək növbəti əmrimizə, Format Painter əmrinə. Uşaqlar, Format Painter əmri isə seçilmiş mətn fraqmentinin formatını köçürmək üçündür. Bunun üçün öncə bir dənə mətn fraqmentin formatını dəyişək. Məsələn, mən istəyirəm ki, bu formatı digər mətnlər üzərində köçürüm. Bunun üçün formatı köçürüləcək mətn fraqmenti seçildikdən sonra həmin bu Format Painter əmri tətbiq edilir. Daha sonra isə lazımi mətn fraqmenti seçilir və bu zaman həmin o formatda seçilmiş mətn fraqmentinin üzərinə köçürülür. Deməli, bu şəkildə biz Format Painter əmri ilə nə iş görürük? Formatı köçürmüş oluruq. Bir də uşaqlar, son olaraq onu deyim ki, Paste-in də alt əmrləri var. Bura baxaq bir dənə. Deməli, buradan biz müvafiq əmrləri seçərək. Məsələn, keep search formatting deyərək mətnin formatı ilə bir yerdə köçürə bilərik. Amma keep text only deyərək mətnin formatını silərək köçürə bilərik. Formatını silərək köçürmək nə deməkdir? Sadəcə burada mətn fraqmentinin özü əlavə edilir. Yəni, format, rəng, qalınlıq kimi parametrlər köçürülmüş olmur. Həmçinin bu əməliyyatları biz Paste Special dialoq pəncərəsindən də yerinə yetirə bilərik. Burada da unformat text əmri var ki, bu nə edir? Deməli, formatı silərək köçürür və yaxud da burada başqa hansı əmrimiz var idi? Format text. Format textə formatı ilə bir yerdə köçürmək üçün istifadə edilir. Deməli, bu şəkildə Paste Special pəncərəsi ilə də tanış olmuş oldunuz. Deməli, biz clipboard uşaqlar sizinlə bərabər öyrənmiş olduq. İndi keçirik növbəti lent qrupumuz olan font lent qrupuna. İndi bu lent qrupu haqqında bizdə formalaşan ilkin fikirlərə baxaq. Font sözünün mənası. Uşaqlar, font şrift deməkdir. Deməli, mən buradan başa düşürəm ki, bu əmrlər, yəni bu lent qrupundakı əmrlər şriftlə bağlı əmrlərdir. Gəlin bu əmrlərlə tanış olaq. Birinci gördüyünüz bu sahədən biz şrifti təyin edə bilərik. Yəni şriftin özünü. Deməli, biz müxtəlif tiplərdə təyin edə bilərik. Times New Roman və yaxud da Calibri və digər rejimlərdə təyin edə bilirik. Bizim indi ən çox istifadə etdiyimiz Times New Roman'da elə onu saxladım. Sonra şriftin ölçüsünü dəyişmək üçünsə burada belə bir əmr verilib. Bu əmrin adı font size-dır. Deməli, font size əmri isə şriftin ölçüsünü dəyişmək üçün istifadə edilən bir əmrdir. Deməli, şriftin ölçüsünü də hansı aralıqda təyin edə bilərik? Gəlin buna baxaq. Burada da gördüyünüz qədərilə şriftin ölçüsü 8-dən hara qədərdir? 72-yə qədər verilir. Və bunu da biz qayda kimi qeyd edə bilərik ki, şriftin ölçüsü harda başlayır? 8-də başlayır, 72-də bitir. Deməli, buradan qaydamız necə olacaq? Standart halda şriftin ölçüsü 8-72 punkt aralığında dəyişəcək. 72 punkt. Bu burada uzunluq vahididir və 1 punkt 0,35 millimetrə bərabərdir. Bəs bu maksimal minimal həddimi? Xeyr, bu sadəcə bizim standart halda təyin edə biləcəyimiz maksimal və minimal qiymətlərdir. Amma ümumi klaviaturadan daxil edilə biləcək maksimal minimal hədd bundan fərqlidir. Məsələn, biraz böyük ədəd daxil edib enter deyəndə mənə artıq göstərir ki, mən həmin hissəyə maksimum və minimum hansı ölçülər daxil edə bilərəm? 1 ilə 1638 punkt arasında ölçü daxil edə bilərəm. Deməli, buradan belə başa düşürük ki, şriftin minimum, maksimum ölçüsü hansı aralıqda dəyişir? 1 ilə 1638 punkt arasında dəyişəcək. Deməli, bu da ikinci qaydamız. Bu iki qaydaya fikir verək. Sonra şriftin ölçüsündən bu qədər. Şriftin ölçüsünü avtomatik böyüdəcəyimiz və kiçildəcəyimiz iki dənə əmr var. Görürsünüz, bu yuxarı istiqamətdə olan oxlan. Buradan başa düşür ki, şriftin ölçüsü böyüyür. Aşağı istiqamətli oxdan başa düşmək olur ki, şriftin ölçüsünü neyniyir? Bəmir kiçiltmək üçün istifadə edilir. Deməli, müəyyən bir mətn fraqmenti seçsəm, increase font size ilə şriftin ölçüsünü böyüdə, decrease font size vasitəsilə isə şriftin ölçüsünü kiçildə bilərəm. Sonra belə bir əmr var. Burada böyük hərf, baş hərf və kiçik hərf görürsünüz. Elə buradan əmrin təyinatını başa düşmək olar.
Bu əmrin alt əmrləri vasitəsilə mətnin registri dəyişir. Registr nədir? O baş hərflər və yaxud da kiçik hərflər rejiminə keçirməkdir. Normalda biz daxil edəcəyimiz mətnin registrini klaviaturadan caps lockla dəyişirdik. Amma bu daxil edəcəyimiz mətnə aiddir. Yəni caps lock aktiv olanda böyük hərflər, caps lock pasiv olanda isə kiçik hərflər olaraq daxil edilirdi. Bəs artıq əlimizdə daxil edilmiş bir mətn varsa, bu mətnin registrini necə dəyişmək olar? İndi bu haqda danışacağıq. Çünki biz artıq mətn daxil edilibsə, ondan sonra caps lock'u sıxsaq belə heç bir şey baş vermir. Ona görə də hansı əmrə müraciət etmək lazımdır? Burada gördüyünüz change case əmrinə müraciət etmək lazımdır. Gəlin change case əmrinin alt əmrlərinə nəzər salaq. Change case əmrinin 5 dənə əsas alt əmri var. Bu əmrlərə bir-bir sizinlə baxacağam. Öncəliklə bu şəkli bura əlavə edim. Deməli, uşaqlar, sentence case. Sentence case nə edir? Deməli, cümlə formatı təyin edir. Cümlə formatı deyəndə nə başa düşürük? Yəni, mətndə ilk hərf böyük, yerdə qalan hərflər kiçik olur. Sonra lowercase var, ikinci seçimimiz. Lowercase-də buradan da elə format görünür. Bütün hərflər kiçik formada əks olunur, yəni bu şəkildə kiçilir. Sonra uppercase əmrini görürəm. Uppercase bütün hərfləri böyük hərf rejimində, yəni baş hərf rejimində yazmaq üçün istifadə edilir. Sonra capitalize each word var. Bu isə seçilmiş mətn fraqmentində hər sözün sadəcə ilk hərfini böyütmək üçün istifadə edilən bir əmrdir. Bir də son olaraq toggle case var. Gəlin bunu izah edin. Məsələn, belə bir mətn daxil edirəm. Deməli, burada həm baş hərflərdən istifadə etmişəm, həm də kiçik hərflərdən. Mən capitalize each word əmrini icra etsəm, nə baş verəcək? Daha doğrusu, toggle case əmrini icra etsəm, nə baş verəcək? Mətndəki kiçik hərflər böyük, böyük hərflər isə kiçik hərflər əvəz edilmiş olacaq. Deməli, biz artıq change case əmrinin alt əmrlərini müəyyən etdik. Bəs bunlar arasında sürətli şəkildə necə çevirmə aparırıq, yəni keçid aparırıq? Bunun qısa yolu isə klaviaturadan Shift F3-dür. Yəni, müvafiq sayda Shift F3 kombinasiyasını icra etməklə registrlər arasında keçid edə bilərik. Məsələn, Shift F3-ü bir dəfə sıxdım, uppercase oldu, bir dəfə sıxdım, lowercase oldu, bir dəfə sıxdım, sentence case oldu. Yəni, bu şəkildə mən Shift F3-ü müvafiq sayda icra etməklə mətnin registrinə uyğun olaraq dəyişə bilirəm. Deməli, bu da belə. Keçək növbəti əmrimizə. Burada pozan işarəsindən görmək olur ki, bu nəyisə silmək üçündür. Bəs nəyi silmək üçündür? Formatı silmək üçün istifadə edilən bir əmrdir. Yəni, əmrin də adı belədir. Clear all formatting. Yəni, mətnin formatını silir. Mətnin formatı deyəndə nəyi nəzərdə tuturam, onu gəlin. Məsələn, mən bu mətni qalınlaşdırmışam. Həmçinin şriftin rəngini dəyişmişəm. Əgər clear all formatting əmrini icra etsəm, görəcəksiniz ki, həm qalınlaşma ləğv edildi, həm də şriftin rəngi də dəyişmiş oldu. Sonra növbəti əmrimiz bold əmridir. Elə adından da göründüyü kimi nə edir bold əmri? Seçilmiş mətn fraqmentini qalınlaşdırmaq üçün istifadə edilir. Və bold əmrinin qısa yolda nə olacaq? Ctrl, deməli B olacaq. Yəni, bu qaydada bir qısa yolu var. İtalik, yəni kursiv formasında yazır. Kursiv formasında yazmaq necə olur? Yəni, Ctrl-İ qısa yolu bu şəkildə yazır. Underline altdan xətt çəkmək üçün istifadə edilir. Burada altdan xəttin tipini dəyişə bilərsiniz. Yəni, məsələn, tutalım, bu qaydada 2 qat xətt qoya bilərəm. Yəni, altdan xətt çəkmək üçündür. Bunun da qısa yolu nədir? Ctrl-U-dur. Yəni, elə baş hərfinə uyğundur. Sonra görəcəyiniz növbəti əmr structure əmridir. Structure isə mətnin üstündən xətt çəkmək üçün istifadə edilən bir əmrdir. Yəni, bu qaydada tətbiq eləyəndə nə baş verdi? Mətnin üzərindən xətt çəkilmiş oldu. Sonra keçək növbəti əmrimizə. Bu subscript əmridir. Subscript əmri indeksdə yazmaq üçün istifadə edilən bir əmrdir. İndeksdə yazmaq deyəndə mən nəyi nəzərdə tuturam? Məsələn, mən H2O yazmaq istəyirəm. Deməli, yəni suyun formunu daxil etmək istəyirəm. H-ı daxil etdim, amma 2-ni indeksdə yazmalıyam. Bunun üçün mən uyğun olaraq subscript əmrini icra edərək 2-ni daxil edirəm. Bu zaman daxil etdiyim deməli, simvol hara yazılır? İndeksdə yazılır. Deməli, bu qaydada indeksdə yazmaq olar. Və yaxud da mən x kubu yazmaq istəyirəm. Bunun üçün x-i daxil etdim, indi qüvvət daxil etməliyim. Bunun üçün növbəti əmri, yəni superscript əmrini icra edirəm və nə baş verir? Daxil etdiyim simvol gördüyünüz kimi hara yazılacaq? Bunu daxil edək.
qüvvətə yazılmış olacaq. İndi bunların klaviaturadan uyğun olaraq qısa yolları var. Bunlar hansılardır? Deməli, altdan xətt çəkmək üçün Ctrl Shift altdan xətt, yəni burada ekranı çıxacaq, indi buradan götürə bilərsiniz. Bu şəkildə qüvvətdə yazmaq üçün Ctrl Shift plus düymələrini istifadə edərək qüvvətdə və indeksdə yaza bilərsiniz. Deməli, bunlar da oldu belə. Keçək növbəti əmrimizə. Növbəti əmrimiz adlanır deməli, text effekt əmri. Text effekt əmri sadəcə məndə passivdir, onu aktivləşdirməliyəm, rejim dəyişim. Aha, text effekt əmri hal-hazırda məndə aktivdir. Uşaqlar, bu əmr mətnə müxtəlif effektlər, kölgə effekti vermək üçün istifadə edilir və bu keçən qəbula da düşmüşdü ki, hansı əmr mətnə kölgə effekti verir, əmrin şəklini istəyirdi. Yəni, həmin əmr budur. Gəlin seçdiyimiz bir mətn fraqmentinə tətbiq edək. Məsələn, bu qaydada mətnə müxtəlif effektlər, kölgə effekti vermək mümkün olur. Son olaraq font color əmri var. Font color əmri isə nə üçün istifadə edilir? Şriftin rəngini dəyişir. Bir də ondan əvvəl olan text highlight color var. Text highlight color isə mətnin şriftinin fon rəngini dəyişir. Məsələn, müəyyən bir mətn fraqmenti seçdikdən sonra həmin bu mən highlight color əmrini icra eləyəndə seçdiyim mətn fraqmentinin arxa fon rəngi dəyişmiş olur. Buna da deyilir ki, şriftin fon rənginin dəyişdirilməsi. Bu da belə uşaqlar. Biz artıq font lent qrupunun özünü öyrəndik. Amma burada bir dənə düyməmiz qaldı. Bu düymə fontun dialoq pəncərəsini açmaq üçündür. Bunun da qısa yolu klaviaturadan Ctrl D-dir. Deməli, bunu da icra eləyək, görək nə baş verir. Bu zaman fontun dialoq pəncərəsi ekranda əks etdirilir. Fontun dialoq pəncərəsindən indi tanış olaq. Fontun dialoq pəncərəsi 2 dənə pəncərə əlavəsindən ibarətdir. Font və Advanced pəncərə əlavələrindən ibarətdir. Font bir də Advanced ayrı-ayrı 2 pəncərədir. Bu pəncərələrin öncəliklə adlarını mütləq şəkildə bir kənara qeyd edin. Deməli, font pəncərəsinin, dialoq pəncərəsinin pəncərə əlavələri nələr olacaq? Font və Advanced olacaq. Birinci font pəncərə əlavəsinə nəzər salaq. Burada yenə şrifti dəyişə bilərsiniz, müxtəlif stillər tətbiq edə bilərsiniz, size bölməsinin ölçüsünü təyin edə bilərsiniz, color bölməsindən şriftin rəngini dəyişə bilərsiniz. Underline bölməsindən altdan xətt təyin edə bilərsən. Sonra underline color deyərək altdan xəttin də rəngini dəyişə bilərsən. Sonra strike through deyərək üstündən xətt, double strike through deyərək üstündən 2 xətt burada görə bilərsən. Superscript deyərək qüvvətdə, subscript deyərək indeksdə yaza bilərsən. Son olaraq small caps kiçik baş hərflər rejiminə, all caps isə böyük baş hərflər rejiminə keçirir. Və qaldı son olaraq hidden əmri. Hidden əmri isə mətn fraqmenti gizlədir. Yəni, mən mətndə hamısını sözünü seçmişdim. Həmin söz nə etdi? Gizlədilmiş oldu. Yəni, bunu başqa bir mətndə də tətbiq edək. Məsələn, mətni seçirəm və hidden əmrini tətbiq edirəm. Nə baş verir? Həmin mətn artıq gizlədilmiş olur. Deməli, font pəncərə əlavəsindən bu qədər. Keçək Advanced pəncərə əlavəsinə. Advanced pəncərə əlavəsində siz bu hissəyə fikir verirsiniz. Buradakı əmrlər çox-çox vacibdir. Bunu bir dənə əlavə edeyim. Deməli, uşaqlar, burada olan əmrlərdən. Şimdi hazırlandım. Aha. Scale əmri miqyası dəyişmək üçün istifadə edilir. Bu söhbət simvolların yerləşmə miqyası, simvollar arası miqyasdan gedir. Məsələn, mən bu mətni tətbiq edirəm və burada təyin edə biləcəyim maksimal miqyas 200-dür. Təyin etdim, fikir verin, mətnin bir şriftin miqyası böyüdüldü, maksimum 200%-ə qədər böyüdülə bilər. Ondan sonra növbəti gördüyümüz əmri gəlin tətbiq edək. Növbəti gördüyümüz əmr spacing əmridir. Bu spacing əmri isə sətirlər arası, daha doğrusu simvollar arası məsafəni artırıb azaltmaq üçün istifadə edilir. Yəni, bu qaydada mən nə etdim? Simvollar arası məsafəni dəyişdim. Bir də son olaraq seçilmiş mətnin digər mətnə nəzərən yuxarı və yaxud da aşağı mövqeyə keçirilməsi, yəni qüvvətə qaldırılması və yaxud da indeksə endirilməsini təmin edir. Burada da 2 dənə alt əmr var. Buradan başa düşmək olar. Raised, yəni qaldırmaq, lowered, yəni endirmək. Raised nə edir? Qüvvətə qaldırır bütün fraqmentini. İndi təsdiq edəsəm, fikir verin, həmin bu mətn digərlərinə nəzərən qüvvətə qalxdı və yaxud da lowered əmrini icra etsəm, nə baş verəcək? Seçdiyim mətn digər mətnlərə nəzərən nə edəcək? İndeksə əlavə edilmiş olacaq. Yəni, bu da belə. Yoldaşlar, indi biz fontun Advanced pəncərə əlavəsində sizinlə bərabər öyrənmiş olduq. Artıq fontdan da bu qədər.
Keçək növbəti lent qrupumuz olan paraqraf lent qrupu haqqında danışmağa. Deməli, yoldaşlar, paraqraf sözünün mənası abzas deməkdir. Yəni, sən abzasla bağlı bütün əməliyyatları həmin bu lent qrupundan icra edəcəksən. İndi gəlin bura baxaq diqqətlə. Paraqraf abzas deməkdir. Yəni abzasın işarələnməsi, nömrələnməsi, abzasların soldan boşluq məsafəsinin artırıb azaldılması, abzasların sıralanması, abzasların üfüqi istiqamətdə düzləndirilməsi, abzaslar və sətirlər arası məsafə, abzasın rənglənməsi və yaxud da abzasın müəyyən bir çərçivə daxilində göstərilməsini hər birini biz paraqrafdan təyin edirik. Burada da artıq sizin beyninizdə bir dənə taktika formalaşmış olacaq. Gördünüz, bütün cümlələrin qabağında abzas sözünü işlətdim. Yəni, başa düşmək olar ki, məntiqən də abzasla bağlı əməliyyatlar hardan icra ediləcək? Paraqrafdan, elə sözün mənası da onsuz da abzas deməkdir. İndi gəlin burada bir-bir əmrlərə nəzər salaq. Birinci gördüyünüz əmrə deyilir Battles əmri. Battles əmri nə üçün istifadə edilir? Battles əmri abzasların qarşısına xüsusi işarələr əlavə etmək üçün istifadə edilir. Məsələn, mən bir neçə söz daxil edim abzas. Belə. Uşaqlar, indi bu abzasların qarşısına xüsusi işarələr əlavə etmək istəyirəmsə, bu zaman Battles əmrini istifadə edirəm. Burdan da alt əmrlərdən siz işarələri seçə bilərsiniz. Buna deyilir, baxın bu şəkildə siyahılara, markerlənmiş siyahı. Yəni, bu işarələr marker olaraq başa düşülür. Ondan sonra görəcəyiniz ikinci əmr elə qabağındakı işarələrdən də başa düşmək olar ki, abzasların nömrələnməsi üçün istifadə edilir. Abzaslar rəqəmlərlə, rum rəqəmləri ilə və yaxud da hərflərlə nömrələmək mümkündür uşaqlar. Bu qaydada abzasları nömrələyə bilərsiniz. Ondan sonra növbəti görəcəyiniz əmr multilevel listdir. Multilevel list isə çoxsəviyyəli siyahıların yaradılması üçün istifadə edilir. Bu arada abzasların nömrələnməsi siyahıların yaradılması deməkdir. Bunu da nəzərə alın. Çoxsəviyyəli siyahı nə deməkdir? Məsələn, mən tutalım, əlavə edirəm bu şəkildə 1. İndi bunun burada əlavə etmək istəyirəm növbəti abzas 1.1 kimi. Yəni, çoxsəviyyəli siyahı deyəndə bunu nəzərdə tutacaq. Yəni, bu qaydada. Bunun üçün də klaviaturadan Enter və Tab-ı sıxıram və nə baş verdi? Bir alt səviyyə açıldı. Buradan onun tipini dəyişə bilərəm. Məsələn, 1, 1.1. Məsələn, buradan nə edirəm? Alt səviyyələri təyin edə bilərəm. A, B, nə bilim C, bu şəkildə. Deməli, multilevel list neynədir? Çoxsəviyyəli siyahı yaratmaq üçün istifadə edilir. Bəs burada istifadə edilən qısa yol nə oldu multilevel list üçün? Yəni, bu əmr üçün istifadə edilən qısa yolumuz nə olur? Enter və ardıca da tab. Burada ardıcıllıq önəmlidir uşaqlar. Tab sonra enter sıxsanız məqsədinizə çatmayacaqsınız. Ona görə öncə enter, ardıca da tab düyməsini sıxaraq bu şəkildə çoxsəviyyəli siyahı yaratmaq olar. Sonra keçək növbəti əmrimizə. Deməli, bu əmr nə üçündür? Abzasın soldan boşluq məsafəsini artırıb azaltmaq üçündür. Bu əmrlərə deyilir increase indent və daha doğrusu decrease indent. Increase indent nə edir? Abzasların soldan boşluq məsafəsini artırır. Yəni, sağa doğru abzası çəkərək, deməli, soldan boşluq məsafəsini artırır. Deməli, növbəti əmr decrease indent isə nə edir? Abzasın soldan boşluq məsafəsini azaldır. Sonra sort əmrini görürsünüz. Sort sıralamaq deməkdir. Deməli, verilmiş abzasları A-dan Z-yə, Z-dən A-ya sıralamaq üçün istifadə edilir. Məsələn, gəlin tətbiq edək. Burada da seçim verir. Fikir versəniz, mətni sıralayır, əskinlik, yəni azdan çoxa. Azdan çoxa nə deməkdir? Yəni A-dan Z-ə sıralamaq deməkdir. Həqiqətənə bax, A, B, M, S, yəni əlifba sırasına uyğun olaraq A-dan Z-ə sıraladı. Digər əmr isə deskinlikdir. Bu isə çoxdan aza sıralamaq deməkdir. Bu şəkildə əlifbada əks istiqamətdə, yəni çoxdan aza doğru verilənlərin sıralanması təmin edilir. Sonra növbəti əmrimiz paraqraf əmridir. Bu əmr isə çapda görünməyən simvolları, məsələn, abzas işarəsidir, sonra spacebar vasitəsilə daxil edilən boşluqdur. Sonra bayaq biz mətn gizlətmişdik yuxarıda. Məsələn, bu mətn. Deməli, gizlədilmiş mətnlərin göstərilməsidir. Yəni, bu əməliyyatları icra edir. Yəni, biz bayaq mətni fontdan gizlətdik, amma göstərilməsi harda olacaq? Deməli, paraqrafda olmuş olacaq. Sonra yoldaşlar, keçək mətnin düzləndirilməsinə.
Mətnin üfüqi istiqamətdə düzləndirmə əmrləri var. 4 dənə seçim var. Deməli, align left mətni sola düzləndirir. Bu zaman sol tərəf düz olur, sağ tərəf çıxıntılı olur. Align right mətni sağa düzləndirir. Bu zaman sağ tərəf düz, sol tərəf çıxıntılı olur. Align center mətni mərkəzə düzləndirir. Bir də align justify deyərək mətni hər iki tərəfdən düzləndirə bilərsiniz. Bunların da uyğun olaraq qısa yolu Ctrl L. İndi daha kontrol yazmıram. Qoy hamısının qabağına ümumi bir kontrol sözünü yazım. Ctrl R, mərkəzə düzləndirmək üçün Ctrl Y, ondan sonra sağa düzləndirmək üçün Ctrl E, hər iki tərəfdən düzləndirmək üçünsə Ctrl J sıxılır. Bu da uyğun olaraq left, right, justify. Bəs mərkəzə düzləndirmədə E hardan gəlir? Normalda söz sentedir, düzdürmü? Deməli, sadəcə olaraq burada biz Ctrl C-ni copy üçün istifadə etmişik deyə bu gedir, qalır ikinci hərf. Ona görə mərkəzə düzləndirmənin qısa yolu nədir? Ctrl Y-dir. Sonra görəcəyiniz növbəti əmr həm abzaslar, həm də sətirlər arası məsafəni dəyişmək üçün istifadə edilir. Məsələn, fikir versəniz, məndə abzasdan sonraya boşluq məsafəsi əlavə edilib. Yəni, buradakı boşluq görünür. Deməli, mən bu boşluğu ləğv etmək üçün remove space add before paragraph deyərək həmin o abzaslar arası məsafəni ləğv edə bilərəm. Və yaxud da add before, məsələn, paragraf deyərək abzasdan əvvələ boşluq məsafəsi ata bilirəm. Deməli, bu qaydada abzaslar arası məsafə burada verilmiş bu nömrələr əsasında da uyğun olaraq, deməli, sətirlər arası məsafəni dəyişmək mümkün olur. Və burada qaldı növbəti əmrimiz shading əmri. Baxın, bu gördüyünüz əmr işarəsi belədir. Bu abzasın fon rəngini dəyişmək üçündür. Yəni, abzasın üzərinə gəlmək kifayətdir və siz buradan rəngi seçirsiniz. Kursor hansı abzasda dayanıbsa, həmin abzasın fon rəngi dəyişmiş olur uşaqlar. Bir də soru olaraq border əmrinə bax. Yenə kursor hansı abzasdadırsa, border əmri ilə həmin abzası çərçivəyə almaq mümkün olur. Həmçinin bir də paragrafın alt əmrləri var, yəni dialoq pəncərəsi. Bunun üçün paragrafın sağ tərəfində, lent qrupun sağ tərəfində belə bir işarə var. Bura klik etməklə biz paragrafın dialoq pəncərəsinə müraciət edə bilərik. Paragraf dialoq pəncərəsinin pəncərə əlavələrinin əsas adını yadda saxlayın ki, hansı pəncərə əlavələri var. Deməli, baxıram. Indent and spacing, bir də line and page break. 2 dənə pəncərə əlavəsi mövcuddur. Bunların da yenə adını özünüzdə qeyd edin uşaqlar. Baxın, indi buradan bu pəncərə əlavələrindən birinci başlayaq. Indent and spacing pəncərə əlavəsindən. Alignment nə edir? Mətni düzləndirmək üçün istifadə edilir. Indentation bölməsində left və right əmrini görəndə nə başa düşürəm? Deməli, bu əmrlər mətnin sağdan və soldan boşluq məsafəsini artırır. Left əmri vasitəsilə abzasın soldan, right əmri vasitəsilə isə abzasın sağdan boşluq məsafəsini artırmaq olur. Keçək special bölməsinə. First line vasitəsilə abzasın digər sətirlərin olduğu kimi saxlayıb birinci sətrinin sonuna boşluq məsafəsi vermək olar. Hanging əmri vasitəsilə də abzasın birinci sətrin olduğu kimi saxlayıb, yerdə qalan sətirlərin soluna boşluq məsafəsi vermək olar. Sonra keçək növbəti əmrimizə spacing bölməsindən. Buradan isə abzasların əvvəlinə və yaxud da sonrasında boşluq məsafəsi verə bilərsən. Before deyərək abzasdan əvvələ, baxın bu şəkildə. After deyərək isə abzasdan sonraya boşluq məsafəsi verə bilərsən. Line deyəndə sətr başa düşəcəksiniz. Line spacing vasitəsilə isə sətirlər arası məsafəni dəyişmək mümkündür. Gördüyünüz kimi previewdə ön baxış etmək üçün istifadə edilən bir sahədir. Beləliklə siz paragraf lent qrupunda ətraflı öyrənmiş oldunuz. Ümid edirəm ki, hər birinizə aydın olur və beyniniz yanmayın. Deməli, yoldaşlar, işimizin home tabı ilə bağlı çətin hissəsini artıq yekunlaşdırmışıq. Biraz çox şey deməli oluruq, biraz home tabı əmrlərlə zəngin olan bir tabdır deyə biz biraz çox danışırıq. Amma əmrlər asan əmrlərdir deyə ən azından öyrənmə hissəsində çətinlik çəkməyəcəksiniz. Sadəcə əmrlərin işini başda öyrəndiyiniz üçün biraz sizə çox görünə bilər. Amma yaxşı tərəf odur ki, siz bu əmrləri Excel-də, PowerPoint-də görəndə işiniz olduqca asan olmuş olacaq. Bu da oldu belə. Sonra davam eləyək. Deməli, sonra Styles lent qrupunu görəcəksiniz. Adından da məlum olduğu kimi, Styles lent qrupu nə üçün istifadə edilə bilər?
Mətnə müxtəlif stillər vermək üçün istifadə edilir. Yəni burada həmçinin mətnə başlıq stilləri də vermək olar. Başlıq stilləri mətndə hansı hissəyə verilir, onu göstərim. Məsələn, biz tutalım hər hansı bir mövzu haqqında material yığırıq. Burada mövzu başlıqlarını artıq başlıqdır deyə hanging əmri vasitəsilə təyin edirik ki, başa düşülsün ki, bu nədir Word-də? Əsas və alt başlıqlardır. Sonra keçək növbəti əmrimiz olan, daha doğrusu lent qrupumuz olan editing lent qrupuna. Editing lent qrupunda da o qədər çox əmr yoxdur, amma testlərdə tez-tez qarşımıza çıxan sual tipləri var burada. Baxaq görək editing lent qrupunda hansı əmrlər yer alır. Find sözünün mənasını bilirsiniz ki, tapmaqdır. Find əmrinə müraciət edəndə pəncərənin sol tərəfindən Navigation pane paneli açılır. Deməli, bu əmrdən sonra hansı panel açılır? Navigation pane paneli açılır. Deməli, Navigation pane paneli axtarış etmək üçün istifadə edilir və axtarışın nəticələri də navigasiya panelində əks olunur. Məsələn, mən video sözünü axtarmaq istəyirəm. O zaman mətnin hansı hissəsində, hansı cümlələrdə video sözünə rast gəlinibsə, həmin cümlələr burada result bölməsində əks olunur. Həmçinin nəticələri ümumi səhifə üzərində və yaxud da başlıqlarda da axtara bilir bu əmr. Bu əmrin klaviaturadan qısa yolu isə öz adına uyğun uşaqlar. F hərfindən yadda saxlamaq olar ki, qısa yol nədir? Ctrl F-dir. Yəni bunu da belə yadda saxlayın. Sonra görürsünüz findin yanında aşağı açılan bir ox var. Deməli, bu oxa klik eləsəniz, alt əmrlərini görəcəksiniz. Birinci ilə find bildiyimiz find əmridir. Sonra advanced find var. Advanced find isə genişləndirilmiş axtarış üçün tətbiq edilən bir əmrdir. Burada axtarış zamanı, deməli, registrin nəzərə alınması, ondan sonra başqa nələr deyə bilərik? Sonra sözün səslənməsinin nəzərə alınması, sonra şəkilçilərin nəzərə alınması və yaxud da alınmaması, böyük və kiçik hərflərin nəzərə alınıb alınmaması hər biri buradan təyin edilir. Sonra keçək son olaraq burada verilən alt əmr go to əmrinə. Go to əmrinin qısa yolu gördüyünüz kimi Ctrl-C-dir. Bu da mətnin müəyyən bir hissəsinə keçid etmək üçündür. Bu keçid səhifələrə, bölmələrə, sətirlərə, əlfəcimlərə, şərhlərə, ondan sonra qeydlərə, aşağı qeyd və yaxud da sənədin sonunda verilən qeydlərə, sonra cədvəllərə və digər obyektlərə keçid etmək üçün istifadə edilən bir sahədir. Yəni, qısası mətnin müəyyən bir hissəsinə keçid etmək istəyiriksə, hansı əmrə müraciət etməyimiz lazımdır? Deməli, go to əmrinə müraciət etməyimiz lazım gələcək. İndi gəlin go to əmri haqqında danışaq. Onun üçün də bir dənə geniş bir mətn açaq. Məsələn, tam bu mövzu olsun. Deməli, bu mətni açdım. Hal-hazırda bu mətn 10 səhifəlik mətndir. Mən istəyirəm ki, tutalım, bunun hər hansı bir səhifəsinə keçid edin. Məsələn, məqsədim 5-ci səhifəyə keçid etməkdirsə, Enter page number bölməsində səhifə nömrəsini daxil edirəm və go to əmrinə klik edirəm. O zaman fikir versəz nə baş vermiş olacaq uşaqlar? 5-ci səhifəyə keçid baş verəcək. Sonra məsələn, mən buradan tutalım plus 3 sıxdım. Bu o deməkdir ki, 3 səhifə irəli get. Yəni 5-in üzərinə 3 gələndə neçə eləyir? 8. Yəni nə baş verir? 8-ci səhifəyə keçid etmiş olur kursor. Ondan sonra minus, tutalım 8-dəsən, minus 4 çıxdın. Bu deməkdir ki, 4 səhifə geri get. Yəni 8-dən 4 çıxsan nə qalır? 4 qalır. Həqiqətən də minus 4 deyəndə nə baş verir? 4-cü səhifəyə keçid baş vermiş olur. İndi fərz edin ki, uşaqlar, sənəd elə 10 səhifəlikdir və mən tutalım plus 4-cü səhifədə və plus 10 yazdım. Mənim sənədim 10 səhifəlikdir. 4-ün üzərinə 10 gəlsəm, amma 14 eləyir. Bəs nə baş verir plus 10 çıxanda? Bu zaman gedir, kursor sonuncu səhifədə dayanır uşaqlar. Niyə? Çünki elə bil 10-cu səhifəyə qədər gəlir, sonra ondan sonra görür ki, getməyə yeri yoxdur. Getməyə yeri yoxdursa da, nə edəcək kursor? Gedib sonuncu səhifədə dayanmış olacaq. Həmçinin geri gedəndə də, məsələn, mən 10-cu səhifədəyəm, amma minus 11 sıxıram. Ondan 11 çıxsam mənfi 1 eləyir. Mənfi 1-ci səhifə deyə də bir anlayış yoxdur. Deməli, go-to icra etsəm, hara keçid eləyəcəm? Gəlib elə 1-ci səhifədə dayanmış olacam. Yəni, bu qaydada bu da istifadə edilmiş oldu. Deməli, biz nəyi öyrəndik? Go-to-nu da artıq öyrənmiş olduq. Sonra keçək replace əmrinə. Bunun isə qısa yolu, yəni söhbət bu əmrdən gedir. Replace əmrinin qısa yolu isə Ctrl H-dır. Deməli, bu
əmrə müraciət eləyəndə replace dialoq pəncərəsi ekrana çıxmış olacaq. İndi gəlin bu haqda məlumat verək. Gəldim, məsələn, buradan bir dənə söz seçim. Tamam, yenə video sözünü seçim. Gəlin replace dialoq pəncərəsinə. İstəyirəm ki, bu video sözlərini tamam əvəz edeyim master sözündən. Gəlin master sözünü yazanda elə bir replace ol deyərək bütün sənətdəki video sözlərini master sözündən əvəz edirəm. Deməli, mənim bu faylimdə 4 dənə video sözü var və bunların hamısı əvəz olundu. Nə ilə? Deməli, master sözlərlə. Həqiqətən də baxın, video sözünün yazıldığı yerə nə yazıldı? Master sözləri yazılmış oldu. Sonra gəldik select əmrinə. Burada select all əmrini görəcəksiniz. Qoy bu alt əmrləri işarələyim bir dənə. Burada gördüyünüz uşaqlar select all əmri bütün mətni seçmək üçündür. Bunun da qısa yolları çoxdur. Birini yazım, Ctrl-A. Select object, obyektlərin seçilməsi üçün. Bir də üçüncü, bir də selection pane var. Bu isə selection pane panelini açır. Selection pane-də məsələn qələmlə əlavə edilmiş yazıların, ondan sonra əlavə edilmiş fiqurların gizlədib göstərilməsi üçün istifadə edilir. Yəni bu da bu qaydada istifadə edilən bir pəncərədir. Və beləliklə biz artıq yekunlaşdırmış olduq. Bir də add-ins var. Bu da qoşmalar əlavə etmək üçün istifadə edilir. Sadəcə bunun biz tətbiqini öyrənmirik deyil. Necə bir cümlə olaraq yadınızda saxlaya bilərsiniz. Beləliklə home tabı yekunlaşdırmış olduq. Növbəti videoda isə insert tabını izah eləyəcəm. Hər birinizə uğurlar.